Salam. Əgər bel və ya boyun ağrınız varsa, çox güman ki, bu cümlələri siz də eşitmisiniz. Məndə osteoxondroz var, MRT-də yırtıq çıxıb, yaş artıb normaldır, masaja getsəm keçər, amma gəlin birlikdə baxaq. Niyə bəzi insanlar illərlə müalicə almasına baxmayaraq ağrıdan qurtula bilmir? Çünki çox vaxt diqqət ağrının səbəbinə deyil, onun simptomuna yönəlir. Məsələn, sizə osteoxondroz deyirlər, amma bu söz ağrının niyə yaratdığını izah etmir. Əsl sual budur. Niyə ağrı yaranıb? Hansı əzəllər zəifləyib? Hansı hərəkət vərdişləri bədəni artıq yükləyir? Digər geniş yayılmış fikir isə budur. MRT hər şeyi göstərəcək. MRT çox dəyərli müayinə üsuludur. Ancaq MRT-də görünən hər dəyişiklik ağrının səbəbi demək deyil. Elə insanlar var ki, MRT-də yırtıq görünür, amma heç bir ağrıları yoxdur. Bəzən isə əksinə olur. İnsan ağrı hiss edir, amma MRT nəticəsi bunu tam izah etmir. Ona görə biz yalnız şəkilə deyil, insanın hərəkətinə də baxmalıyıq. Bir çox insan mütəmadi masaja gedir. Masaj rahatlıq verir. Mən bunun əleyhinə deyiləm. Amma masaj ağrının səbəbini aradan qaldırmırsa, bədən bir müddət sonra yenidən eyni vəziyyətə qayıdır. Ona görə də müvəqqəti rahatlanma ilə qalıcı nəticə qarışdırmaq olmaz. Başqa bir səhv yanaşma da budur. Ağrıyan yeri daha da çox işlətmək. Əslində bədən bir sistemdir. Bel ağrısının səbəbi bəzən beldə olmur. Qarın stabilliyi, diafraqmanın işi, qalça əzəlləri, çanaq nəzarəti, bunların hamısı birlikdə işləməlidir. Bəzən ağrıyan yer problem olan yer olmur. Və ən çox eşitdiyim cümlələrdən biri, yaş artıb nə etmək olar? Xeyr, yaş ağrının əsas səbəbi deyil. Mən 50, 60 və hətta 70 yaşlarında insanların düzgün proqramla ağrısız və rahat hərəkət etdiyini görürəm. Əsas məsələ hərəkət sisteminin necə işləməsidir. Safura Pilates'da bizim məqsədimiz sadəcə ağrını azaltmaq deyil. Biz əvvəlcə səbəbi tapmağa çalışırıq. Duruşu qiymətləndiririk, hərəkət analizini aparırıq, zəif nöqtələri müəyyənləşdiririk və insanın ehtiyacına uyğun fərdi proqram hazırlayırıq. Çünki məqsəd ağrının müvəqqəti yox olması deyil, məqsəd onun geri qayıtmamasıdır. Əgər siz də ağrınızın həqiqi səbəbini öyrənmək istəyirsinizsə, mənə yazın.